bilmirəm. Bax buna Çünki necə baxırsan? Allah Bax məni Allahdır pis, yoxsa yox? çox pis, çox pis. Əgər kişi xeyli ağasan sən, Allah sənə iki əl, iki ayaq veribsə, gedib daş daşıyıb ailəni saxlaya bilərsən. Sən də kişisən, Sərxan bəy də məsəl üçün kişi xeyli ağadda. Sən niyə çıxıb ona yalvarırsan? Mən bunu qadın olaraq inanın ki, çox pis baxıram da, yəni qəbul edə bilmirəm. Cavab ver ha. Bacım Qəbul bu edə dəqiqə bilmirəm. vallahi deyir sizə düzdür. Allah razı olsun sizdən Get də Allah qardaş işdə köməyinizdə də dursun. Allah sənə əl verib, İşləyirəm ayaq vallahi verib, bu dəqiqə. Allah düşüncə verib. Get işdə də daş-daşı ailəni saxla. Niyə sən Sağ ol, çətin başa vəziyyətdə düşürəm. durub burada Da eləyirik yalvarırsan? də vallahi. 15 dəqiqədir yalvarırsan, yəni mən qəbul edə bilmirəm bunu. Sağ ol, Allah köməyin olsun. İş yoxdur ki, da fəhləli işidir O ancaq. resept nədir, onun mahiyyəti Neyniyək? nədir? Uzaq başı 50 manat, 100 manatdır da. Sən niyə onu qazanıb eləyə bilmirsən? Nə Vallahi var? Quran haqqı gündəlik olan işdir xanım. Allah haqqı biz indi Olsun da gündəliklə gündəlik. hökumət işi deyir ki, deyəm ki, hə, hökumət bu- işidir. Keçən dəfə Sərxan bəy bir qız çıxmışdı, bir xanım onun skalyoz xəstəliyi. O qədər ağlamışdım mən, çarəsizdir. Yardım ona düşür. Siz o xanımların, o çətin vəziyyətdə olan insanların niyə haqqına girirsiniz? Axı siz onu qazana bilərsiniz. Niyə Allah girirsiniz? köməklər olsun. Allah Onların cəmi haqqına? şeyləri, Elə onlara kömək eləsin də Sərxan bəy. İnsanı niyə yorursunuz belə? Niyə insanı usandırırsınız? O qədər Allahın adını çəkir, o qədər yalvarır ki, adam da Yo, vallahi Quran haqqı. Yəni yalan danışası olsaydım mən yenə də deyirəm, heç bunları mən deyiləməzdim. Sağ olsun. Qardaşım, sən gedib qazana bilərsən də. Necə şikəst insanlar necə durub qazanır? Yəni bir onların bir YouTube doludur da, bir bax gör YouTube doludur da, bir bax gör YouTube doludur da, bir bax gör verib get qazan da. Sən niyə gəlib yalvarsan? Öz həmcinsindir. Baxıram, O da kişi ey, xeylağı, sən də kişi xeylağı. Niyə yalvarırsan? xanım, Necə baxıram, ey, seçdirə yenə- bilirsən onu? Mən hər gün ki bu yayımdayam, izləyirəm. Allah köməklərində dursun. Allah razı olsun. Baxıram. Axı səndən Fəhlə çox işi bu ehtiyacı dəqiqə, elə bir olanlar var. sizin də- Ona qoy elə bir- kömək eləsin. Elə bir vaxt Baxın, mən olar sizə bir şey çağırarsınız, deyim. hardasa Bir şey deyim olar, sizə, mən gəlib çox sizin danışmaq qapıda da istəmirəm, yayının işləyərəm. vaxtını Mən almaq fəhləyəm. istəmirəm. Yayının vaxtına kirayə də elə bir şeydir ki, hər ay o kirayə verməlisən. Sən yemək yeyirsən, çıxırsan vallahi. produkta Aha, görə yalvarırlar. Produktu yeyirsən, acırsan təzədən. Yəni bu insan necə eləsin? Sizin qarnınızı doyursun, kirayənizi versin, yoxsa xəstəliyini bu da çıxıb öz missiyasını yerinə yetirdi. Allah qarşısında savab qazanır. İmkan Niyə vermirlər də. usandırırsınız? Deyirəm, Mən- vacib məsələlər var ki, Allah eləmək Allah lazımdır. Mən köməyində başa dursun. düşmürəm. Allah köməyində dursun. Allah buradakı Ha, qardaş gəlib bir bacıların da saatdır köməyində burada dursun. Sağ məni olsun. bəlbəliyə saldısan. Allah Yarısı deyir rızlarını eləmə, yarısı deyir elə. Mən ona görə 5 dəqiqə Sərxan bəy, salacağam. Allah sizə kömək olsun. Allah sizə səbr versin. Sağ olsun. Və Allah Sağ da olsun. sizin Sağ mərdimazardan olsun. qorusun. Eləyənlər də sağ olsun, eləməyənlər də sağ olsun. Sağ olun, Sevil xanım. Çox sağ olun. Bax, çox Allah Allah hamının sizdən razı rızqını olsun. versin. Allah Sağ olun. min bərəkət versin. O baxım Türk qadınam, xalqına gəl. Sərxan qadın. Baxım qadınam, baxım. Bax get. Nə bilim qardaşlar. Mənə xoşdur ki, vallahi. Buyur sən danış yuxarıdaş. Salamünaleyküm, axşamınız xeyir, necəsiz? Şifa qoy, sən necəsən? Sağ olun qardaş. Özüm Lənkəranlıyam, metalla məşğulam, dəmir yığıram, kasıb oğlanım. Da and içməyə burada xoşum gəlmir, and içim. 1300 manata ev iki ehtiyacım var. Özümə dəmir maşını alacağam. Lənkəran Aşağı Nömədi kəndindənəm. Mən tanıyanlar da tanıyır, atasız, anasız uşağam. Bir evladım var, təzə evlənmişəm, bir qızım var. İmkanım yoxdur, prosto dəmir maşını alım özümə. Özüm Allah metal. şəfanı versin qardaş. Sağ ol qardaş. Allah köməyin olsun. Öpürüm, sağ olasın. Allah şəfanı versin. Qardaş yalvarır, siz də burada baxırsınız. Biriniz yazırsınız ki, yazıqdır, biriniz yazırsınız çıxart. 5 dəqiqədə o vaxt ona ayırıram ki, 5 dəqiqədən sonra heç kimin sualı qalmır. Buna ya pul gələcək, ya gəlməyəcək. Nə sənin üzə burada günahın var, nə bizim, nə sizin. Bu vaxt budur. Mən bilmirəm ki, kimə palojnadır, kimə palojna deyil. Bu qədər dil tökür. Bunlar belədir də, başlayalım. Bunlar belədir.